Uşaqlar, bugünkü dərsimiz 1920 və 30-cu illərdə dövlətlərarası münasibətlərlə bağlıdır. Versailles-Vaşinqton sistemi dövlətlərarası münasibətləri ədəd ilə həll etmədi. Qalib dövlətlər bütün məsələ həllini öz mənafeylərinə uyğun həll etdilər. Bu sərhədlər və təzminat məsələlərinin özünü daha çox açıq bir üzrə verirdi. Nəticədə tezliklə yeni münaqişələrin meydana çıxmasına zəmin yaratdı. Bu isə yeni dünya müharibəsinin başlamasına gətirib çıxardı. Paris Sülh Konferansından sonra dövlətlərarası münasibətlər məsələsi, müharibə borcları və təzminat problemləri var idi. 1922-ci İtaliyada Cenova konfransı keçirildi. Cenova konfransına əsasən bu konfransın əsas iqtisadi məsələləri bunlar idi və məqsədi bu idi ki, borc və təzminat məsələlərini həll etmək. Sovet Rusiyası və Almaniya iştirak etdiyi bu konfransda Sovet Rusiyası sotsializm dövləti borcları ona aid olmadığını bildirdi. Anta dövlətləri razığa gəlmək mümkün olmadığı üçün konfrans nəticəsiz qaldı. Konferansın gedişində Sovet Rusiyası ilə Almaniya arasında Rapolladı, yəni Cenova yaxınlığında iqtisadi müqavilə imzalandı və saziş müzakirə edildi. Rapolla sazişi əsasən Birinci Dünya müharibəsindən sonra təcrid edilmiş Rusiya və Almaniya iqtisadi blokadadan çıxdı. Təhlükəsizliyi təmin etmək üçün Almaniya təzminat məsələsini ödəməklə bağlı Fransa əsasən iki yol var idi. Almaniya hərbi müdaxilə etmək və bununla onu təhdid etmək, vasitəsilik üçün Millətlər Cəmiyyətinə müraciət etmək idi. Fransa 1924-cü ilə qədər birinci həll yolunu istifadə edərək Almaniya Versailles müqaviləsinin bütün şərtlərini yerinə yetirməyə məcbur edilməsini nəzərdə tutan edam siyasətini həyata keçirdi. Bu siyasətin nəticəsi olaraq 1923-cü ildə Fransa Belçika qoşunları ilə birlikdə Almaniyanın əsas sənaye mərkəzi olan Ruhr bölgəsini işğal etdi. Fransa məqsədi Ruhr bölgəsinin kömürünü hərbi yolla müsadirə etmək və Almaniya cəzalandırmaq idi. Ruhr böhranı təzminatın ödənilməsinin vaxtının uzadılması məsələsini gündəmə gətirdiyi üçün 1924-cü ildə ABŞ dövlət xadimi, yəni ABŞ-da dövlət xadimi olan Charles Davis'in təşəbbüsü ilə Davis planı hazırlandı. Davis planına əsasən ABŞ Almaniyaya borc verməyini, Almaniyanın təzminat ödəməsinin vaxtının uzadılmasını nəzərdə tuturdu. Almaniya yüksək inflyasiya təzminatı dəyəri kağız pullarının ödənəcəyini narahatlığını yaratdı. Yəni artıq orada inflyasiya başlamış. Və 1920-ci ilin ortalarında onun inflyasiyadan çıxa bilməsi üçün ölkədə tədavülə yeni pul vahidləri buraxıldı. ABŞ-ın verdiyi borclardan istifadə olmasına imkan verildi. Yumuşalma dövrünə baxaq 1924 və 29-cu illəri əhatə eləyir. Fransa-Almaniya yaxınlaşması təsirlə 1924 və 29-cu arasında münasibətlər yumuşalma dövrü kimi səciyyələnir. Aşağıdakı addımlar 1920-ci ilin sonuna beynəlxalq siyasi şəraitin yumuşaldılmasında mühüm rol oynadı və dövlətlərarası münasibətin qarşılıqlı inam və sabitliyi möhkəmləndirdi. 1925-ci ildə İsveçrənin keçirilən Locarno konfransı və 1928-də Fransa ilə imzalanan Briand-Collot paktı əsas götürülür. 1925-ci ildə Locarno konfransında Belçika, Almaniya və Fransa arasında sərhədlərin toxunulmazlığı ilə bağlı bir müqavilə imzalandı, yəni təminat altına alındı və anlaşmada sülh yolu ilə həll edilməsi qərarı verildi. Konferansda Almaniyanın konferans şirkəti tərəfindən bərabər hüquqlu dövlət kimi tanındı. Bu isə 1926-cı ildə Almaniyanın Millətlər Cəmiyyətinə daxilmasına kömək etdi və 2 il sonra dünyanın əksər dövlətləri tərəfindən imzalanan Briand-Collot paktı ilə əməkdaşlıq coğrafiyada genişlənmiş oldu. 1928-ci ildə Briand-Collot paktı imzalandı. Paktın təsəbbüsçüləri Fransanın Xarici İşlər naziri Briand və ABŞ-ın dövlət katibi Kellogg idi və paktı imzalanan tərəflərə baxsaq isə müharibələrdən imtina etmək və bütün münaqişələri, mübahisəli məsələləri dinç yolu həll etməyə üzərlərinə götürülürlər. 1929-cu ildə Briand-Kellogg paktına SSR də qoşuldu. Bu paktı imzalayan bəzi dövlətlərin, xüsusi İngiltərə və Fransanın qeyri-səmimi siyasət nəticəsində uzun ömürlü olmadı və Yaponiya, Almaniya, İtaliya 1930-cu illərdə həyata keçirdikləri təzyiq siyasəti ilə paktın əhəmiyyətini itirdiyini bildirdilər. Beləliklə dünya yeni bir müharibəyə sürükləndi. 1929-da baş verən böyük böhranın dünya sabitliyi pozdu. Burada yazılıb Locarno konfransı ilə Briand-Collot arasında oxşarlıq hansılardır? Fransa iştirakı ilə imzalanması və mübahisəli məsələlərin dinç yolla, sülh yolla həll olması nəzərdə tutuldu. Avropada sülhü və təhlükəsizliyin müdafiəsi diqqət mərkəzinə saxlayan Millətlər Cəmiyyəti 1923-cüdən başlayaraq Liviyada İtaliya keçirdiyi bəzi belə deyək qətliamlara və soyqırımlara göz yumdu. Millətlər Cəmiyyətinin zəifliyi 1931-ci ildən bir daha biruzə verdi və 1932-ci ildə İtaliya Liviyada Ömər Muxtar Basirdə azadlıq barəsində yatararaq burada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etdi. Bu məsələ bir haşiyə çıxaraq deyirəm. 2008-ci ildə İtaliya Liviya arasında bağlanmış müqavilədə İtaliyanın Liviyaya həyata keçirdiyi mübarizənin cinayət təsdiq edilməsi və İtaliyanın Liviyadan üzr istəməsi ilə nəticələnir 2008-ci ildə. Dünya iqtisadi böhranı təsiri ilə bütün ölkələrin gömrük maneələri artması 1930-cu ilin əvvəllərində Yaponiya yeni xam mal mənbəyi satış bazarı əldə etmək üçün bəzi siyasətlər yeritməyə başladı və Yaponiya 1930-cu illərin əvvəllərində Çinin şimal-şərqini, yəni Mançuriyanı işğal edərək burada özünə asılı olan oyuncaq Mançujan-Go dövlətini yaratdı və 1930-cu ildə Yaponiya Çindəki təhlükəsizlik siyasətini pisləndiyi üçün Millətlər Cəmiyyətindən çıxdı. Versailles sülhünün şərtlərinin ləğv edilməsinin Millətlər Cəmiyyəti ezitdiyi üçün həmin il faşist Almaniyasında Millətlər Cəmiyyətindən çıxdı. 1930-cu il əvvəllərində aşağıdakı amillər silahsızlaşdırma sahəsində danışıqların təcriddən dayanmasına səbəb oldu. Böyük böhran nəticəsində ailə ölkələrin qapalı iqtisadi siyasət etməsi və Millətlər Cəmiyyətinin nüfuzunun azalması. İqtisadi böhranın yayılması 1930-cu ildə Avropada diktatura rejiminin artmasına səbəb oldu və liberal demokratiya zəifləməsi əməli
əlamətləri olan bu amillər dövlətlərarası münasibətin gərginliyi daha da yüksəltmiş oldu. Təhlükənin böyüməsinə baxaraq 1934-cü ildə Hitlerin Avstriya baş nazirinin sui-qəsd təşkil edən dövlət siyasətinə nail oldu və Avstriya Almaniya Anşlusiya birləşmə yolunda ilk addım sayılır bu. Lakin İtaliya hökumətinin başçısı Mussolini Avstriya sərhədinə qoşun yedərək Almaniyanın bu cəhdinin qarşısını aldı. Buna baxmayaraq Almaniya Versal müqaviləsi şərtlərini pozaraq 1935-ci ildə ümumi hərbi xidmət mükəlləfiyyətini bərpa etdi. Versal sülhünə görə bu pozulmuşdu. Ümumi yox, könüllü formada saxlamaydı qoşunlar. 1935-ci ildə İtaliya, Fransa və İngiltərə iştirakı ilə Strezada, yəni İtaliya arasında konferans keçirildi. Konferansın keçirmə məqsədi Almaniyanın Versal müqaviləsinin hərbi qərarlarını imtina etməsi nəticəsində bəzi problemləri müzakirə etmək idi. Konferansda Avstriyanın ərzaq bütövlüyü təminat altına alındı, lakin Almaniya silahlanmasına qarşı tədbir görülmədi. Almaniya Versal müqaviləsini bir daha pozaraq 1936-cı ildə silahsızlaşdırılmış Reyn bölgəsinə qoşun yeritdi və bu zaman İngiltərə və Fransa yalnız şifahi etirazlarını bildirdilər. Bu isə Hitlerin daxili və xarici nüfuzunu artdırdı, onun təzədən işğalçı siyasətini yürütməsinə cəsarətləndirdi. Və 1935-36-cı ildə İtaliyanın Efiopiyanı işğal etməsi dövlətlərarası münasibətinin əsas dəyişiklik baş verməsinə səbəb oldu. İngiltərə və Fransa bu işğalları pislədir. Buna görə də Mussolini onlardan uzaqlaşaraq Hitlerə yaxınlaşdı. Və 1936-cı ildə İtaliya və Almaniya arasında ittifaq bağlandı. Uzaq şərqdə SSR ilə gərginliyi Yaponiyanın da Almaniyaya tərəf yönəltdi. Və 1936-da Almaniya ilə Yaponiya arasında Antikomintern paktı imzalandı. Antikomintern paktına əsasən bu dövlətlər beynəlxalq kommunist təşkilatlara qarşı bircə mübarizə aparmalı idi. Sonra isə İtaliya, Macaristan, İspaniya da bu pakta qoşulmuş oldu. Komintern nədir? Dünya kommunist ideologiyalarını yaymaq üçün SSR tərəfindən yaradılmış beynəlxalq təşkilat idi. İspaniyada vətəndaş müharibəsinə diqqət salsaq isə burada 1936 və 39-cu ildə əhatə edilən İspaniya vətəndaş müharibəsi baş verir və İspaniyadakı faşistpərəst hərbi qüvvələr General Franco vasitəsilə qiyam qaldırmış ölkədə və 1936-39-cu ildə respublikalar ilə faşistlər arasında vətəndaş müharibəsinə səbəb olur və 1938-ci ildə İtaliya və Almaniya faşistlərə yardım etmək üçün İspaniyaya hərbi müdaxilə edir və bu zaman Avropanın liberal dövlət ölkələri qarşı məqsədini yerinə yetirdilər. SSR isə respublikalara kömək edirdi və baş verən vətəndaş müharibəsinin əsasında 1939-cu ildə faşistlər qələbə qazandı və İspaniyada faşist diktaturası quruldu və İspaniya vətəndaş müharibəsi 2-ci Dünya müharibəsinin ayaq səslərini çatdırırdı. Sakitləşdirmə siyasətinə baxaq Mühen konfransı 1938-ci il Versal müqaviləsinə qadağan edilməsinə baxmayaraq 1938-ci ildə Almaniya Avstriyanı işğal edərək özünə birləşdirdi. Bundan sonra Hitler Çexoslovakiyanın Almaniya yaşadığı vilayət olan Sudet vilayətini Almaniyaya verilməsini tələb etdi. Bunun üçün də 1938-ci ilin sentyabrında Münhendə konferans çağırıldı və konferansda Almaniya, İtaliya, İngiltərə və Fransa iştirak edirdi. 1938-ci il sözləşməyə əsasən Çexoslovakiyanın Sudet vilayəti Almaniyaya verildi və Almaniyanın Mərkəzi Avropada strateji mövqeyi möhkəmləndi. Konferans zamanı sakitləşdirmə siyasətini yürüdən İngiltərə və Fransa aşağıdakı amilləri nəzərə salaraq Sudet vilayətinin Almaniya ihlaqına qarşı çıxmadı. Hərbi cəhətdən müharibəyə hazır olmaması və ölkədə ictimai rəyin müharibə əleyhinə olmaması. 1939-cu ildə Almaniyanın bütün Çexoslovakiyanı ilhaq etdi. Bununla da Hitler ilk dəfə Almaniyanın yaşamadığı bölgəni işğal etmiş oldu. Bu sakitləşmə siyasətinin uğursuzluğunu və İngiltərə və Fransa müttəfiqi Çexoslovakiyanı müdafiə etmək üçün nüfuzdan düşmüş oldu. İngiltərə və Fransa sakitləşmə siyasətini istifadə edərək işğalçılıq siyasətini genişləndirən İtaliya isə 1939-cu il Almaniyanı işğal etdi. 1939-da Almaniya ilə hərbi ittifaq müqaviləsi Polad paktı imzaladı. Polad pakt nə idi? Müharibə vəziyyətini bir-birinə yardım etməyə nəzərdə tuturdu. 1930-cu illərdə 1930-cu Almaniyanın Versal müqaviləsi şərtlərini pozduğunu sübut edən faktlar var burada. 1935-ci ildə ümumi hərbi mükəlləfiyyətini bərpa etməsi, 1936-cı silahsızlanmış Reyn bölgəsinə qoşun yeritməsi və 1938-ci ildə Avstriyanı Anşlusiyanı özünə birləşdirməsi. Üfüqdə müharibə görünür. Belə bir başlıq var. Molotov-Ribbentrop paktı imzalanması 1939-cu ildə Almaniya Polşaya qarşı ərazi ittifaqı qaldırdı. Buna baxmayaraq İngiltərə, Fransa və SSR ilə ittifaq haqqında danışıqlar başlasa da danışıqlar ləngidi. 1939-cu il avqustunda gözlənilmədən Almaniya ilə SSR arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu müqavilənin Avropa təcrübə qarşılaşması səbəbi isə o idi ki, ideoloji cəhətdən iki zidd dövlətin bir-birinə yaxınlaşması. Almaniya ilə SSR ilə yaxınlaşmasının səbəbi Birinci müharibəsindən fərqli olaraq iki cəbhədən vuruşmaq istəməməsi idi. SSR isə Polşanı bölüşdürməyə razılıq vermək ilə İkinci Dünya müharibəsinin başlamasına şərait yaratdı. Molotov-Ribbentrop paktına əsasən tərəflər bir-birinə hücum etməməli və bu isə gizli əlavə maddəsi sayılırdı. 1939-da Molotov-Ribbentrop paktına əsasən gizli protokol bundan ibarət idi ki, Şərqi Avropa, Almaniya və SSR nüfuz dairəsində bölündü. Almaniya SSR Polşanı bölüşməsi üçün bir-birinə razılaşdılar. İndi Birinci Dünya müharibəsi dövründəki paktlara baxaq və ya konferanslara. Lokarno konferansında imzalanan paktə əsasən 1925-də Almaniya, Fransa və Belçika sərhəd məsələləri sayılırdı. Yəni bir-birinin təminat altına aldığı sərhəd toxunulmazlıqlarını. Bryan-Kellogg paktı var idi 1928-ci ildə ABŞ, Fransa və 48 digər dövlətin iştirakı və 1929-da SSR-in qoşulması ilə bu pakt meydana gəlmişdi. Antikomintern paktı var 1936.
Almaniya, Yaponiya, daha sonra isə İtaliya, Macaristan və İspaniya. Polad paktı 1939 Almaniya və İtaliya arasında bağlanmışdı və Molotov-Ribbentrop Almaniya və SSR arasında bağlanmış pakt idi. Dərsimiz bu qədərdir. Nəzəri hissəsi. Xəritə hissəsinə baxsaqsa, dövlətlər arası münasibətlərdə biz görəcəyik ki, Almaniyanın əsas burada gördüyü bəzi tədbirlər var. Bunlar hansılardır? Bu ərazi Almanlar tərəfindən tutulan ərazidir. Almanların ümumi ərazisi buradırsa, indi biz görəcəyik ki, Almanlar zamanla bu əraziləri də özünə birləşdirir. Hətta Polşanın da yarısını öz ərazilərinə birləşdirirlər və bundan sonra da dünya müharibəsi başlamış olacaqdır və nəticəsi də növbəti dərslərimizdə görəcəyik. Dərsimiz bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Sizə uğurlar arzulayıram.